Salamlar hər birinizə. Sabahki OTK imtahanına dəstək məqsədli 10-cu siniflər üçün belə bir sınaq mövcuddur. Sınağı izah eləyəcəyik, diqqətlə baxın. 57-ci sualda bizə deyir ki, 5 ardıcıl cüt ədədin cəmi 70 olarsa, bu ədədlərdən kiçiyini tapın. Ardıcıl cüt ədədlər aralarındakı fərq bilirik ki, 2 vahiddir. Siz bunu 2n, 2n plus 2, 2n plus 4 və s. kimi yazıb həll edə bilərsiniz və yaxud da birinci t olsa, o birisi t plus 2, növbəti t plus 4. Bilirik ki, 2 vahid arta-arta gedir də cütədlər. Deməli, birincisi, ikincisi, üçüncüsü, dördüncü və sonuncu. Cəmi 70'dir. T'lərimiz 1, 2, 5'dən olacaq 3, 4, 5. 5'dir. Ədədlər cəmli 2 ilə 8 cəmləyirik 10, 4 ilə 6 cəmləyirik 10. Ümumilikdə eləyir 20, bərabər 70, 5t bərabər olur 50'yə, t bərabər olur 10'a. Ən kiçiyi də olacağına 10. 58-ci sualda isə təyinlər sistemindən modulda x plus y tapın deyir. Deməli, x plus y kök altında kvadrat olduqda bu modulda x plus y çıxır. Və biz bunu sadələşdirsək, yəni ki, x plus y kvadrat bərabərdir x minus y kvadratı plus 4xy. Belə bir düsturumuz mövcuddur. Və aparıb yerinə yazsaq, kök altında 21'in kvadratı plus 4 vurulsun 1. Bu eləcə 21, üstünə 4 gələcək, eləcə 25. Və x plus y kvadratımız oldu 25. Yazırıq kök altında 25, bu da nə eləyəcək? 5. C variantı. 59-cu sualda deyir, malın qiyməti 20% aşağı salındı. Bundan sonra malın qiyməti neçə faiz qaldırmaq lazımdır ki, onun ilkin qiyməti alınsın. Deməli, 100%dir və 20 çıxanda olacaq nə? 80. 80'ın üzərinə 80'ın p faizini gəldikdə deyir ki, yenə nə olsun? İlkin qiymət. İlkin qiyməti də 100 götürsək, olacaq 80 vurulsun p bölünsün 100 bərabər 100'dən 80'i çıxacaq eləyəcək 20. 80 ilə 20'ni buradan ixtisar aparsa burada 4 olur. 4p bərabər olur 100'ə. P də bərabər olur 25'ə. 60-cı sualda deyir, bərabər yanlı üçbucaqda AB bərabərdir AC-yə. Qeyd eləyək. Və BC-ni 12 verib, yəni oturacağı 12 verib. Sahəsini verib 48. Sahəsini tapmaqdan ötürü deməli 12 vururuq haşa bölürük 2'yə bərabərdir 48'ə. 12 ilə 2'nin ixtisar eləyir 6h bərabərdir 48. H bərabər olur 48 6'ya böləcək eləyəcək 8. Bura olacaq 8 bərabər yanında hündürlük median da sayılır. Ona görə yarıya böləcək 6. 8 6'dan Pifaqor terimindən AB alınır 10. Bizdən perimetresi burada 10 olacaq. Ümumilikdə eləyəcək 20 bular. Bu da 12, 32. E variantı. 61-ci sualda deyir, çox hədəsinə vuruqlara ayırın. Buradan 5b-ni çıxardırıq. Yerində 1 qalır. Bir də ki 4x kvadratı. Və bunun da açışı 4, deməli 5b vurulsun 1 minus 2x kvadratlar fərqi 1 plus 2x. Olur C variantı. 62-ci sualda x deməli 0-dan kiçikdir. Bu x-5'i yazma olar ki x-4 vurulsun x. x-4'dən nə çıxacaq? X kvadrat çıxacaq. 48'də 16 vurulsun 3 yazırıq. 16'dan nə çıxır? 4 çıxır. Deməli, y kubunu isə yazırıq ki y kvadratı vurulsun y. Y kvadratı kök altından modul y çıxır. Kök altında yerdə qalır. Deməli, 3. X-in bir dənəsi qalacaq və y-imiz 0-dan kiçikdir. İndi bura y yazsaq, kök altında 3xy-də deməli x 0-dan kiçikdir, y də 0-dan kiçikdir. İkisi də mənfidir deyə bunun mənası olur. Baxırıq çöldəki ifadəyə. Çöldəki ifadə modulda y-dir. Y 0-dan kiçik olanda nə olacaq? Mənfi y çıxacaq. Olacaq mənfi 4x kvadratı y kök altında 3xy. Deməli, olacaq E variantı. Keçid eləyək 63-cü suala. Yuxarıda kvadratlar fərqi kimi 4'ün kvadratı yazsa, olur 4 minus a, 4 plus a. Aşağı hissədən 2'ni çıxarsa, olur a plus 4. 4 plus a plus 4 eyni şeydir. Olur 4 minus a bölünsün 2.
64-cü sualda deyir düz xətlərin keçmə nöqtələrinin koordinatları. Keçmə nöqtələrini tapmadan ötürü bir-birinə bərabər 5x minus 11 bərabərdir 7x minus 15-ə. Və burada tənlik həlliyyə 5x çıxılsın 7x bərabərdir mənfi 15 plus 11. Mənfi 2x bərabərdir mənfi 4-ə, x bərabər olur 2-yə. Bu ikini istənilən birində yerinə qoysaq bərabər olacaq. Y tapmaq lazımdır. Olur 7 vurulsun 2 minus 15. Bura 14 eləyir. 15 də çıxanda olur mənfi 1. Deyir koordinatları hasil. Koordinatı 1 2 oldu. Biri də mənfi 1. Hasil eləyəcək mənfi 2. 65-ci sualda bizə deyir ki 8 saata 400 km yol gedən qatar sürətini 10 km. Sürətini tapmadan ötürü yolu bölürük zamana. Eləyir 50. 50-nin üzərinə 10 gəlirik eləyir 60. Deyir 5 saata. Yol tapmaqdan ötürü sürəti vururuq zamana. O da eləyəcək 300 km. Deməli, 66-cı suala baxaq. 66-cı sualda deyir ki, düzgün altıbucaqlısında DM-i verib bizə 2, AN-i verib bizə 4. Düzgündür deyə tərəflər bir-birinə bərabər olur. MC-ni verib 6. Bura olacaq nə? 8. Burada olacaq nə? 4. Deməli, N nöqtə nədir? Orta nöqtədir. Deyir ki, N, M-i tapın. Aha. N, M-i tapmadan ötürü buradan bir hündürlüyü çəkirik və buradan da diagonalı çəkirik. İndi, diagonal nədir? Kiçik diagonal. Bunlara perpendikulyardır. Bunlar bir-birinə paralel götürək. Və bunu buradan çəkəndə kiçik diagonaldır deyə tərəfin kökdə 3 misli olur. Yəni 8 kök altında 3. Bir olur 8 kök altında 3. Və burada da deməli nə olacaq? 4 olacaq. Yerdə qalacaq 2. Olur n deməli m kvadrat bərabərdir. 8 kökdə 3-ün kvadratı üstə gəlsin 2-nin kvadratı. 8 kökdə 3-ün kvadratı 8-in kvadratı vur 3. Üstə gəlsin 4. 64 vur 3. Üstə gəl 4. 192 üstə gəl 4. Yəni 196. Burada nədir? 14-ün kvadratıdır. 67-ci sualda bərabərsizliyi ödəməyən. Ödəməyən nədir? Bunun tərsini eləyəcək də. Yəni ki 3x minus 10 böyüdür 0-dırsa biz kiçikdir bərabərdir. Böyüdürün tərsi nədir? Kiçikdir bərabərdir. İndi köklər nədir? Köklərimiz 5 və mənfi 2-dir. Kiçikdir olanda arası olur mənfi 2, 5. Nə edirik? Sağdakından soldakını çıxırıq və üzərinə 1 gəlirik. Hər ikisi daxil olduğuna görə olur 8 dənə C variantı. Keçid eləyək 68-ci suala. Deyir qarşılıqlı sadə olan A plus 7 və B ədlərinin əkovu 540-dır. Yəni hasili A plus 7 vurulsun B bərabərdir 540. Çünki qarşılıqlı sadələrin əkovu olan hasilidir. AB üstəyənsin 7B bərabərdir 540-a. Bunu yazırıq ki, AB üstəyə 7B üstəyə 3B. Bunun yerinə yazır 540 üstəyə 3B bərabərdir 630. 3B bərabər olur 630-dan çıxırıq 540 edir 90. B bərabər olur 30-a. Deyir A-nı tapın. Yerinə qoyuruq 30A üstəyənsin 210 bərabərdir 540. 30A bərabərdir. Bunu çıxırıq 330. A da bərabərdir 110. 110 yox, 11. C variantı. 69-cu suala baxaq. Deyir ki, düz xətti A-nın hansı qiymətindən nöqtəsindən keçər? Bu bizim x-imizdir, bu da y-imizdir. Aparıb yerinə yazırıq. 3 vurulsun 4 minus A vurulsun mənfi 2 bərabərdir 20-yə. Bu edir 12 plus 2A bərabərdir 20. 2A bərabərdir 8. A da bərabərdir nəyə? 4-ə. 70-ci sual deyir ki, bərabərsini ödəyən natural ədədlərin cəmini tapan. Mənfi 3x böyüdür bərabərdir mənfi 26 minus 5. Bu da elədir mənfi 31. X-i də tapanda bu böləndə işarə dəyişir də. Olur 3-də 31. O da 10 tam 3-də 1. Deyir ödəyən natural ədədlərin cəmi. İndi ödəyən natural ədədlər nədir? 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Deməli,
10 budur. 9 ilə 1-in cəmi 10 eləyir. 8 ilə 2-nin cəmi yenə 10 eləyəcək. 7 ilə 3-ün cəmi yenə 10 eləyəcək. 6 ilə 4-ün cəmi yenə 10 eləyəcək. Qalacaq 5. Neçə dənə 10-luq oldu? Oldu 5 dənə. Olur 55. 71-ci sual deyir, 10 mərkəzi çevrədə OCB 52 dərəcədir və BAC bıçağının neçə dərəcədir? BAC. Yəni buranı istəyir bizdən. Aha. Burada əgər bunu birləşdirsək, bura radiusdur, bu da radiusdur. Bura olacaq 52 dərəcə. Bu hissə qalacaq necə? Demək 104 ilə də deyə qalır. Demək 76. Mərkəzi bucaqdır, söykəndi göstərdi 76. Bu da daxili bucaqdır, olacaq yarısı 38 dərəcə. 74-cü sualda 4-cü dərəcədən deyə bir kökdə yazmaq olar. 10 minus kökdə 19, 10 plus kökdə 19. Bu deyilir 100 minus 19. Yəni 81. 4-cü dərəcədən 81-dən də çıxır 3. 73. Rombun daxilinə çəkilmiş çevrənin radiusu deməli R bərabərdir 2 kökdə 3. Bilirik ki, R H-in yarısıdır. H onda 4 kökdə 3 olur. İti bucağı 60 dərəcədir. Bu rombun kiçik diaqonalını tapın. Kiçik diaqonalı budur. Deməli, H-ımız olacaq neçə? H-ımız olacaq 4 kökdə 3. Onda deməli, belə eləmək olar ki, bura 60 dərəcədirsə, deməli, iti bucağı 60-dırsa, kör bucağı 120 dərəcədir və diaqonal onu yarıya bölür. Eləyir 60 dərəcə, 60 dərəcə. 60 dərəcə, 60 dərəcə olduğuna görə bura A-dırsa, deməli, diaqonal da nədir? A-dır. 60 dərəcənin qarşısındakı 4 kökdə 3 olsa, bura olub 4. 30 dərəcədə burada. 30 dərəcənin qarşısındakı hipotenuzun yarısı da olur 8. Deməli, diaqonal da neçədir? 8-dir. Keçid eləyək 70, bu 3 idi, 74-cü suala. Deməli, deyir, x kvadrat minus 5x bərabər 1 olarsa, ifadənin qiymətini tapın. Aha. Bir kökdə yazsa, 3-cü dərəcədən x minus 1-in kubu yaranacaq. Çünki burada bir dənə, burada 2 dənədir. Və nə olacaq? X minus 4-ün kubu. Kubları kənara atsaq, yerdə qalacaq x minus 1, x minus 4. Bu da nə deməkdir? X kvadrat minus 5x plus 4 deməkdir. X kvadrat minus 5x neçədir? 1-dir. 1-in üstünə 4 gələndə necə? 5. 75-ci sualda deyir, düzbucaqlısında AY perpendikulyardır YB-yə. Buranı 30 dərəcə verib, bura qalacaq 60 dərəcə. Deyir, sahəsi, düzbucaqlının sahəsi BC-ni verib 4, AY-ni verib AY-dir. Bu ortaya yazıb. AY 6 kökdə 3-dür. 60-ın qarşısındakı əgər 6 kökdə 3 olsa, bura nə olub? 6 olub və 30 dərəcədə bura olur. Burada neçə eləyir? 12. 12-ni də vururuq 4-ə, eləyəcək neçə? 48. 76-cı sualda deyir, AB və BC çevrəyə çəkilmiş toxunanlardır. BY-ni verib bizə 7, YF-i verib bizə 4. Bu da eyni bir nöqtədən çəkilmiş toxunanlar olduğuna görə bir-birinə bərabər olur 4. DF-i verib bizə 2, burada olacaq 2. Yəni ki, burada toxunandır, bu ikisi də toxunan sayılır. O görə bir-birinə bərabər olur. Deyir ki, BD-ni tapın. Bura 11-dirsə, burada 11 olmalıdır. Bura qalacaq neçə? 9. 77-ci sualda deyir ki, kürəni sıra ilə düzmək lazımdır ki, hər sırada olan kürələrin sayı sıraların sayından 2 vahid az olsun. Belə bir sıra kimi düşünsək, həmin bu sıraların sayı, düşünək ki, məsəl üçün, say n-dir. Deyir, hər sırada olan kürələrin sayı, bu da olsun m. Deyir, hər sırada olan kürələrin sayı sıraların sayından 2 vahid az olsun. Deməli, n bərabərdir n minus 2. İndi bunlar bir-birinə vuranda, yəni n-i m-ə vuranda 575 alınır da. İndi yazırıq, n vurarsan, n minus 2 bərabərdir 575. O da n kvadratı minus 2n minus 575 bərabərdir 0. Köklərin bunun V terminə fikirləşsək,
Köklərimiz olur. Deməli 25 və -23. Biz də mənfisini götürmürük. Olur 25. Sıraların sayıdakı n-nə işarələmişdik. Olur 25. Keçid eləyək 78-ci suala. Deyir, 2 ambarda birlikdə 72 kiloqram düyü var. Hər gün birinci ambarda 4 kiloqram, ikinci ambarda isə 2 kiloqram düyü satılır. 2 dənə ambarda, birinci ambar, ikinci ambar. İndi deyir ki, birlikdə 72 deyir, hər gün birinci ambardan 4 kiloqram, ikinci ambardan isə 2 kiloqram düyü satılır. 5 gündən sonra ambarda qalan düyü miqdarı bərabər olarsa. İndi burada məsəl üçün, deməli, x olsun, burada y olsun. X çıxılsın, 4 vurulsun 5, bərabərdir. Y çıxılsın, 2 vurulsun 5. İndi buradan olur ki, x minus 20 bərabərdir y minus 10'a. Və sadələşdirirsə, x minus y bərabərdir -10 plus 20'yə. X minus y bərabərdir 10'a. X plus y neçədir? 72'dir. X minus y neçədir? 10'dur. Olur ki, x bərabərdir 82, x də bərabərdir 41. 41 olur, 31 də bu olur. Deyir ki, əvvəlcə birinci ambarda neçə kiloqram düyü var? Birinci ambar 41 kiloqram. Tənli yönündən də belə edilir. 79-cu sualda deyir, A-yə ədəd silsiləsində A3 cəl, A5 cəl, A7. Baxın, 3 ilə 7-nin cəmi 10 eləyir, yəni 2A5'dir. Üstünə də A5 gəlir, eləyir 3A5. Bərabərdir 45'ə. A5 bərabər olur 15'ə. S9, S9 A1 ilə A9'un cəmi bölü 2 vurulsun 9'dur. Bunlar da ki 10 eləyir yenə. Yenə yəni ki 2A5'dir. Bölünsün 2 vurulsun 9. İxtisar eləyir, qalır A5 vur 9. Yəni 15 vurulsun 9. Bu da eləyəcəklə deməli 135. 80-ci suala bax, deyir, düzbucaq trapesiyasında BD perpendikulyardır AB-yə. BD perpendikulyardır AB-yə. Aha. Düzbucaq trapesiyasında AB-ni verib bizə 10, BD-ni verib 12, AC-ni verib 13. Deyir, AF tənbölən olarsa. Alfa, alfa, bu da çarpazdır, alfa. Burada olur nə? 13. Deyir ki, DF-i tapın. Aha, DF-i tapaq. İndi biz buradan beləncə çəksək, hündürlük. Bura olacaq neçə? 12. Və bu hissə nə olacaq? 10 olacaq. Pifagor teoriminə əsasən 12 buradırsa, 13 buradırsa, 169'dan 144 çıxırıq, elə 25. 5 qalır. 13 buradan 7, bura nə qalır? 8. 8 isə bura neçə qalır? Burada 10 olmalıdır, 2 qalır. Olur DF 2. Gəlirik sonuncu suala. Deyir, sinifdəki bütün şairlər ingilis dili və ya rus dillərindən ən az birini bilir. İngilis dilini bilənlər bütün sinifin 70%-ni. Euler-Venn diaqramı çəkək. Deməli, deyir ki, ingilis dili, rus dili. Deyir, ingilis dili bilənlər bütün sinifin 70%-ni. Say olsun x və yaxud da n deyək. 70% olacaq 0,7 n. Rus dilini bilənlər isə 50%-in. 0,5 n. Deyir, yalnız rus dilini bilənlər 6 nəfər olarsa. Sinifdə neçə şagird var? Belə düşünsün ki, indi rəngləyəcəm, görəcəksiniz. Baxın, rus dili burada, düzdür? Bu 6 nəfər nə deməkdir? Elə, yəni ki, 0,7 n-lə çıxanda bu 0,5 n-i və yaxud da belə deyək. Bunları cəmləsək 0,7 n üstəyə 0,5 n. Nə qədər eləyir? 1,2 n eləyir. N-dir də say. 0,2 olurdu, düzdür? 0,2. Deməli, orta hissə nədir? 0,2 n-dir. Bura nə qalır? 0,5 n qalır. 0,5 n 6-dır. N bərabər 6 bölünsün 0,5. Yəni 60 böl 5. O da eləyir neçə? 12. Deyək ki, sinifdə neçə şagird var? Bizə də n istəyirdi, olur 12. Deməli, olacaq 12. Amma ki, burada diqqət etsin, 12-nin 70%-i ədəd almayacaq. Bizə dəqiqə, biz burada sinifdəki bütün şagirdə ingilis dili və rus dilini bilir, ən az birini bilir. İngilis dili bilənlər bütün sinifin 70%-ni yazmışıq. Rus dilini bilənlər 50%-i. Yalnız rus dilini bilənlər, üzrlü sayın, ingilis dili bilənlər kimi götürmüşəm. Bu olur 6 nəfər.
Burada 0,7 yox. Bir dəqiqə. Deməli 0,5 n çıxılsın 0,2 n bərabərdir 6. 0,3 n bərabərdir 6-ya. N də bərabər 6 böl 0,3. Bu da eləyəcək 20. Hə, doğru cavabımız olacaq 20. Suallar ümumilikdə belə idi. Mən yenə də qeyd edirəm, bu OTK-ya, yəni ki, hazırlıq məqsədli bir sınaqdır. Yəni ki, sabah ümumi bu suallar düşəcək deyə bir şey yoxdur. Sabah məsəl üçün düşməz, ola bilər bu suallardan hər hansı biri gedər, buraxılışa düşər. Yəni maraqlı suallardır. Diqqət yetirin. İnşallah ki, yəni ki, sabahki imtahanda da yaxşı yazarsınız.